Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük bir daha Şahmat Salman YouTube kanalına xoş gəlmisiniz. Deməli, mənim bu günləri sizə bir mövzu danışacağım. Təsəvvür eləyin, Azərbaycan əhalisinin 90% ömür boyu Azərbaycandan kənara çıxmayıblar. Yəni xaricə çıxmayıblar. 90% balaca faizi. Təsəvvür eləyin 5 ölkə. Bu Türkiyə kanallarından biri statistika aparıblar. 5 ölkə. Deməli birinci yerdə Hindistandır. 95% Hindistanın 95% əhalisi Hindistandan ömür boyu qırağa çıxmayıblar, ömür boyu. 95%. Sonra gəlir ikinci yerdə Pakistan. 94%. Ömür boyu 94% Pakistanın 94% əhalisi ömür boyu Pakistandan qırağa çıxmayıblar. Ha, əhalisi də. Sonra üçüncü yerdə Bangladeş gəlir. Kasıb sıx olan ölkə Bangladeş. 93% ölkədən kənara çıxmayıblar. Bangladeşdən kənara çıxmayıblar. Dördüncü yerdə İndoneziyadır. 90%. İndoneziyadır, yəni İndoneziyadan kənara çıxmayıb əhalisi. Beşinci yerdə də Azərbaycan əhalisi, 90% əhali Azərbaycandan kənara çıxmayıblar. İndi görün, bu nə vəziyyətdir? Mən özümdən götürüm. Yəni belə götürəndə hara getmişəm, heç hara. Bir 15 yaşımda müalicədən ötürü Sankt-Peterburqa getmişəm. Hə, bir də 2020-ci ilə kimi belə deyək də, o da xarici pasportu doldurmaqdan ötürü belə deyək də, Gürcüstanı o üzə keçirdik, bəri də gəlirdik. Yəni kimsə deyəndə ki, hardasa xaricdə olmusanmı göstərəm deməyə ala, hə, xaricdə olmuşam. Ölkədən kənara çıxmışam. Belə də, indi belə deyək də. Gör nə vəziyyətdən. Biz özümüz elə. Nətər 10% gedir orada burada milyonları, milyardları xaşlayırlar. Biz də heç nə evimizdə oturuq. Canlı yayım açırıq, kart hesab qoyuruq. Memurların da, bilmirəm kimlərin balalarıdır, dümbələklər bir sözlə ki, harınlanmışların balaları gəlib giz-giz mesaj yazırlar. Sağ olsunlar, yenə Rusiyada yaşayanlar belə deyək də, sağ olsunlar, kart hesabımızda belə deyək də, dəstək olurlar, yəni maddi cəhətdən Allah canlarına sağlıq versinlər. Rusiyada yaşayanlar yenə o da hamısı yox, müəyyən qədəri. Eləsi də var, elə belə deyək də, indi dəstək olanlar sağ olsunlar, var olsunlar, canları sağ olsun. Bir sözlə ki, inanıram ki, yollar açılacaq. Mən deyirdim ki, planlaşdırırdım ki, məsələn avtobusla Türkiyəyə gedərəm. Bir ən azından İstanbulun o Laləli bazar deyirlər, o küçəni bir dənə belə gedib belə gələrəm, belə deyək də, məsələn. Adım olar ki, İstanbula getdim, gəldim. Bir sözlə ki, əzizlərim, gör nə vəziyyətdəyik. 90% əhalimiz, 90% əhalimiz nədir? Ölkədən, Azərbaycandan kənara çıxmayıb ömür boyu. Fikirlərinizi şərh bölümündə yazın. Hansı ölkələrdə olmusunuz? Hansı ölkələrə getmişsiniz? Azərbaycandan kənara çıxmısınız, çıxmamısınız? Fikirlərinizi şərh bölümündə yazın. Sonra o şərhlərinizə mən fikir bildirəcəm bir sözlə. Sağ olun, var olun. Nə araq? Heç ara gedə bilməsək də yenə